Salamlar, hər vaxtınız xeyir. Demək, mən Günel Qacar, İngilis dili müəlliminiz. Başlayıram 2025 il qəbulun izahından. İlk öncə listening edəcəksiniz. Kimlərsə test eləməyibsə, mütləq şəkildə listeningin suallarına baxsınlar, ekran şəkli çəkib baxsınlar. Mən sizə qısa şəkildə listeningdən ilk öncə qulaq asacaqsınız. İlk öncə baxın, qısa bir izah verirəm listeningin tərcüməsini, nə olduğunu başa düşün deyə. Listeningdə deməli, ə, belə bir söhbət gedir ki, orada Andrew adlı biri öz uşaqları haqqında danışır. Və orada deyir ki, onun oğlunun necə nadinc olduğundan danışır, amma qızının isə çox sakit olduğundan, çox tipik bir qız olduğu və pink geyindiyindən, çox sakit olduğundan, valideynin nə deyirsə onu elədiyindən danışır. Oğlu isə çox nadic olduğundan danışır. Qarşıdakı xanım sual verir ki, səncə bunu eyni böyütmüsən, fərqli böyütmüsən ona görə? Yox, deyir ki, yəni bu doğumdan gələn bir şeydir. Oğlan daha nadincdir, qız daha sakitdir. Hətta deyir bir dəfə həkimə aparmışdım, qız nə istəsə elədi, oğlan isə qaçmışdı orada. Yəni bunlardan danışan bir listeningdir. İndi isə mən listeningi qoşuram və ona bir də qulaq asırıq. Hi, Andrew. Thanks for talking to me. You have two kids, a girl and a boy, right? Yeah, that's right. My daughter is 12 and my son is 10. Do you think parents raise boys and girls differently? Yeah, I think most parents do. But you know, my wife and I decided that we wanted to raise them pretty much the same. And what happened? Well, it's a funny thing. Like I told you, our daughter was older, and we just assumed that when our son was born, he would behave exactly the same as she did. But he was completely different. How so? He was always getting dirty and breaking things. We weren't ready for that, because we expected him to be a bit quieter, like she was. Didn't your daughter get dirty too? Well, she did sometimes. I mean, she was a regular kid, but she was a typical girl. There was one stage when she would only wear pink, and all her friends dressed in pink too. Besides, even when she was small, our daughter listened to us when we told her what to do and what not to do. I remember one time we had to take them to the doctor. My daughter went first and patiently waited for the doctor to do what he needed. However, my son kicked the doctor and ran away. Do you think that your children were just born differently? I mean, is this behavior innate? Yes, I think there are differences between boys and girls. From the minute they were born, my children acted in completely different ways. So, I guess nature does play a big role. Thanks, Andrew. Bəli, başa düşdük. Yəni mən tərcüməsini verdikdən sonra anladınızmı bu listeningin necə olduğunu və orada indi suallara baxaq. Əsas çünki sualları anlamaqdır. Mən sizə yenə dediyim odur ki, mütləq şəkildə ilk öncə sualları tərcümə edin. Yəni siz birinci sualları bilməlisiniz ki, artıq listeningdə nə getdiyini başa düşəsiniz. Və mənim məsləhətim nədir? Birinci listeningə ilk səslənəndə full qulaq asın. Qısa qeydlər götürün. Listeningin özünü anlamağa çalışın. Suallarla paralel getməyin. Çünki suallarla paralel gedəndə siz müəyyən bir hissəsini itirə bilərsiniz. Yəni mütləq ki, bir-iki sualı görməyəcəksiniz. Ona görə də ilk öncə gözünüzü yumun və listeningi yox da qıraqda qeydlər apararaq listeningi anlamağa çalışın. Daha sonra isə digər məsələlər çox qəşəng, rahat şəkildə həll olunacaq. İndi isə mən deməli sizə göndərirəm, deyirəm nəyi? Birinci sualıma baxaq. Birinci sualda cavabımız dostlar C variantıdır. İndi isə mən niyə C variantı olduğunu qeyd edirəm. Deyir ki, düzgün variant seçin. Andrew's son was not well behaved as his daughter. Deyir, qızı qədər yaxşı davranışlı was not deyil. Burada da listeningdə onu demirdimi ki, qızı daha sakitdir, oğlu nadincdir, qızım qədər deyir sakit deyil. Ona görə də cavabımızı biz burada C variantı götürürük. Məsələn, B-də deyir ki, B-də çox yazanlar var, in their teens deyər, hər ikisi uşaqları teensdədir. Teens yeniyetməlik yaşdır və 13-19 yaş aralığıdır. İki dəfə qəbula düşüb bu hissə, teen söhbəti. Bunların uşağın biri 12-dir, biri 10-dur. Yəni, ən azından qızı teensə yaxın olsa da oğlu teens deyil.
Sonra Andrew decided to bring up his quite differently. Andrew deyir qərarı aldı ki, uşaqlarını tamamilə fərqli böyüdüb. Tamamilə fərqli böyütmüyor. Yəni onu demir. Deyir ki, xeyr, mən eyni böyütmüşəm. Biz qərar verdik ki, eyni edərik. Amma doğuşdan oğlan daha nadincdir. Yəni bu artıq onun doğuşdan gələn bir xasiyyət kimi qiymətləndirilir. Andrew Swark disagree with his about his kids upbringing. Deyir, onunla narazıdır böyütməsi ilə bağlı. Xeyr, narazı deyil, razılaşıblar ikisi də və yoldaşı ilə bir yerdə. Andrew son was much quieter than his daughter. Tərsinədir. Deyir ki, oğlu daha sakitdi. Yox, qızı daha sakit idi. İndi keçirəm ikinci testimizə. It was difficult for Andrew and his wife to raise their kids in the same way. Same way deyir ki, çox çətin idi Andrew üçün və yoldaşı üçün ki, eyni formada böyütmək. Çünki burada innate sözündə, listeningdə eşidə bilərsiniz. Yenidən bu videoya baxıb innate sözünü tutmağa da çalışın. Deyir ki, onların uşaqları doğuşdan davranışı tamamilə fərqli idi. Bəli, çünki dedik ki, onlar deməli çox çətin idi Andrew üçün uşağı böyütmək üçün davranışları fərqli idi. Qız sakit, oğlan nadinc. Hansı sualın cavabı var? Sual əvəzliklərinə daha diqqət yetiririk. Y variantından başlayıram. How did the doctor react the boy's bad behavior? Həkim oğlanın pis davranışına necə reaksiya verir? Biz bu haqda məlumatımız olmalı ki, necə reaksiya verir falan, nə bilək. What did the doctor say about the children's disease? Uşaqların xəstəliyi haqqında həkimə. Həkim sadəcə dedik ki, uşaq getdi həkimin yanına və sakitcə dayandı, oğlan isə dayanmadı. Başqa şey danışmadıq. Who gave good advice to Andrew about raising kids? Uşaqları böyütmək haqqında kim məsləhət verirdi? Məsləhət vermir. Bu sadəcə Andrew ilə qız müzakirə edirlər. Why did Andrew take his kids? Niyə həkim apardılar? Əl çəkmirləri həkimdən. Heç nə, bilinmir niyə aparıldı. Amma aya baxın, deyir ki, how different did Andrew's children behave? Andrew'un uşaqları necə fərqli davranır? Cavabımız var idi. Ona görə deyirəm, listeningi çox yaxşı başa düşməlisiniz. Siz suallarla getməməlisiniz bu hissədən. Sonra getdim dördüncü sualımıza. Nə deyir? Deyir, it's clear from the dialogue. Mətndən aydındır ki, Andrew thought his son to be a regular kid. Onun oğlu normal uşaqdır, deyil. The differences in the boys and the girls' behavior is inherited from the birth. Bəli, doğuşdan gələndir. Bayaqki cümlənin başqa bir versiyasıdır. Aradakı fərq. Düz götürdük. Seydə deyir ki, çox adam bunu götürüb. Dostlar, extraordinary qeyri-adi deməkdir. Deyir, Andrew'nun qızı extraordinary girl'dır. Pink geyinir deyə. Bu, onu demir, deyir, o biri qızlar kimi çox typical girl'dır, pink geyinir. Yəni, extraordinary sözünə görə bu variantım səhvdir. Most parents raise boys and girls with a similar approach. Biz bu haqda ümumiyyətlə danışmadıq ki, bir çox valideynlər uşaqlarını, oğlan və qızını eyni yanaşma ilə böyüdürlər. Danışmadıq. Sonra Andrew was older than his daughter. O oğlu qızından yaşca böyükdür. Xeyr, tərsinə idi. Qız böyüyüdü. 12 yaşı var idi. İndi gəlirəm 5-ci sualımıza. How obedient was Andrew's daughter? Andrew'nun qızı necə itayətkardır? Yəni necədir onun qızı? She got on well with her brothers and friends. O deyir ki, qardaşı və dostları ilə yaxşı yola gedir. Get on well, yaxşı yola getmək. Məlumatımız yoxdur. She was organized and systematic in the everything. Hər şeydə deyir sistemlidir, organizeddir. Bu haqda danışmamışıq. As she grew older, she turned out to be rebellious. Rebellious sözü üsyankardır. Deyir, böyüdükcə üsyankar olur. Nə bilək. Bax, bu da məsəl üçün, she used to be impatient when her brother misbehaved. O çox səbirsiz olur qardaşı yaxşı davranmayanda, bu haqda danışmadı. Amma dedik ki, valideynləri deyir, biz nə deyiriksə, onu eləyir. She did everything parent asked her to do. Cavabımız olur 5-də Y variantı. İndi keçdim mətnimizə. Mətnimizi birinci suallara baxın, kimlər yazmayıbsa, baxın, mətnin birinci suallarına baxın, mətnin özünə. Sonra isə mən indi tərcümə edirəm. Tərcümə eləməyən ekranı dayandırsın, tərcümə eləsin, sonra bir yerdə baxaq. Deməli, baxın, dostlar, qısa məzmunu bir dənə verim. Deməli, Bourneville-dən danışacaq, Cadbury'si Bourneville-dən. Mətnimiz bundan danışır.
Bu deyir ki, Bournville təkcə şokoladın adı deyil, həm də İngiltərədə Cadbury işçiləri üçün yaradılmış bir kənddir. Yəni həm şokolad adıdır, həm də kəndin adıdır burada danışacağımız mövzu. Yəni bu Cadbury qardaşları işçilərin rifahını çox düşünən olub, çox önəm veriblər onlara və sağlamlıq xidməti verirlər, yaxşı maaş veriblər, yaxşı rahat evlər veriblər, ictimai imkanlar veriblər, yəni öz kəndlilərinə. Və bu yanaşma sənaye tarixində böyük bir dönüş nöqtəsi olmuşdu. Və Bournville bu gün də yaşayış üçün nümunəvi bir yerdir. Mətnimiz bundan danışır. İndi isə gedək bir-bir abzasların tərcümələrinə. Baxın, bu abzası oxuyursunuz. Mən oxuyub tərcümə etsəm çox verəcəm. Birbaşa tərcümə verirəm. Ekranı dayandırıb siz özünüz oxuya bilərsiniz. Deyir ki, əgər siz şokoladı sevirsinizsə, yəqin ki, Cadbury Bournville şokoladını sınamısınız. Belə bir sual verir. Və deyir, ancaq Bournville təkcə şokolad adı deyil bura. It isn't just a name of the chocolate bar. Bu həmçində deyir bir İngiltərədə kəndin adıdır. Və burada bura xüsusi olaraq da bu Cadbury Factory'də olan işçilər üçün yaradılıb. 1861-ci ildə George və Richard Cadbury atalarının kakao və şokolad biznesini götürürlər. Inherit, yəni miras qalır onlara. Götürürlər onların işini, iki qardaş atasının işini. Və bir neçə il sonra fabriki genişləndirmək üçün expand sözündəndir, expansion genişləndirmək. Genişləndirmək məqsədi ilə başqa yerə elə bir köçməyə qərar verirlər. Və bu moving artıq köçməyindən və Birmingham sıx şəhər mərkəzindən çıxaraq dəmir yollarına və kanallara asan çıxışı olan access to railways. Baxın, access, easy access. Access çatmaq, ulaşmaq deməkdir. Kanallara asan çıxışı olan və daha geniş, sağlam bir əraziyə gedirlər və bu da xammalın həmin burada hazır və məhsulların daha da səmərəli daşınmasına imkan verir. Yəni çox yaxşı working conditions olur. Condition hal vəziyyət şərtdir. Yaxşı iş şərtləri hal vəziyyət olur. Daha məsəl üçün geniş, təmiz hava, təbii mühit işçilər üçün daha yaxşı bir şərait yaradır. Baxın, cleaner air, natural surroundings also offered, təklif olunur daha yaxşı iş şəraiti. Və onlar bu ərazinin adını Bournville adlandırırlar. Yaxınlıqdakı Bourne çayının əsl adı olan, bax, həmin buranın çayının əsl adı olan bu sözlə birləşdirərək yaratmışlar. Və bu yeni fabrik 1879-cu ildə fəaliyyətə başlayır və işçilər üçün salınan kənd bu sürətlə böyüyür və burada 300-dən çox artıq ev olur. 1900-cü ilə qədər 300-dən çox ev olur. Keçirəm digərinə. Deyir ki, bu yerin çox güclü əxlaqi keyfiyyəti olur, dini prinsipləri olur və deməli, burada yaxşı maaşlar, yaxşı maaş, wage, healthcare, yaxşı necə deyim, tibbi ləvazimatlar, tibbi çıxarış həyatda xəstəxanalar falan nəzərdə tutulur. Hər şey olur. Və sağlam həyat tərzi üçün hər bir şərait yaradılır. Kənddəki evlər ənənəvi üslubda olsa da, buradan onu danışırıq. The house in the village were traditional, ənənəvi üslubda olsa da, daxili hamamlar və geniş bağlar da ön planda olur. İndi gedirəm o biri hissələrimizə, görək orada nə deyir. Deyir, mağazada, məktəbdə, bu arada burada deyim, yəni essential facilitieslər də var. Mağazalardır, məktəblərdir, community centerslərdir, həmçində burada tikilmiş olur. Və deyirik ki, to promote fitness and well-being, bu sağlam həyat üçün, tərzi üçün təşviq olunur, promote təşviq etməkdir. Cadbury deyir, neynədir? Böyük bir idman meydançaları, bowling sahəsi, üzgüçülük hovuzu və hər bir clubhouse-lar, hər şeylər, klub evləri falan yaratdılar. Və bu clubhouse-lar istirahət, rəqslər və şam yeməkləri üçün, dances and dinners, çox yaxşı idi və hamısı nə idi? All free of the charge. Necə idi bunlar? Pulsuz idi. Lakin alkoqola qarşı isə onlar alkoqola qarşı çox qəti bir mövqedə idilər. Yəni, düşdüm o biri hissəmizə. Mətni tərcüməmiz çox önəmlidir. Əgər sualları düzgün yazmaq istəyirsinizsə, DİM-in prinsipi mətni qəşəng tərcüməsidir.
Cadbury Brothers forward-thinking approach set a precedent of the others of the business olur. Deyir ki, Cadbury qardaşların bu irəli düşüncəli yanaşmaları digər sahibkarlara da nümunə oldu. Business owners və onların işçilərə yüksək yaşayış şəraiti, güclü təsirləri burada böyük bir sənaye təcrübələrini gücləndirdi və böyük bir dönüş nöqtəsi yaratdı. Və deyir, today, Bourneville remains the, bugün Bourneville hələ də inkişaf edən bir kənddir. İlk dəfə ev alanlar üçün yaşayış yerləri, xüsusi ehtiyacı olan insanlar üçün with the special, baxın, first time buyers and the for the people with the special needs continue to have founders vision over the century. Yəni, xüsusi ehtiyacı olan insanlar üçün də çox hər şey yaxşı formalaşır. İndi gedək mətnimizin suallarına. Cadbury's discourage discourage edirdi. Yəni recreational, yenidən yaşanma şeylərini tutaq ki, yaşam tərzlərini discourage edir, yoxsa encourage edirdi. Yəni cəsarətləndirirdi. Mənim variantım ona görə false olacaq. Discourage sözünə görə. Burada deyir ki, Cadbury Brothers progressive approach to worker welfare had no lasting. Deyir ki, işçilərin rifahına görə Cadbury qardaşlarının yanaşması uzun təsir bağışlamadı. No lasting'e görə əlbəttə səhvdir, çünki uzun təsir bağışladı. Digər bir sahibkarlar da nümunə aldı. Cadbury's strong opposition to the alcohol that prevented the construction pubs deyir ki, onları qarşı, alkohola qarşı xüsusi bir qarşı olmaqları pubları yaratmağa imkan vermədi. Bu düzgündür, bayaqlar danışdıq. Cadbury Brothers took over their father's business. Qardaşlar atasının işini götürdülər. Düzgündür. Götürmək, take over artıq onların işini götürdülər. 1861-ci ildə bu variantımızda true olaraq qeyd edirik. Sonra ben görüm rekord gedirmi? Keçdim digər hissəmizə. Guided by their deep moral and religious values, Cadbury Brothers deyir ki, çox əxlaqi keyfiyyətləri və dini əxlaqi olmaqları Cadbury family'də neyinidir? Place great importance on the employee. Neyinə? Baxın, burada overlook yazan var. Overlook ötəri baxışdır. Ötəri baxış vermədi, axı getdik. Məsələn, neglect sözünü yadda saxlayaq, yenə ötəri baxışdır. Neglect eləmirlər ki, discouraged eləmir. Pis sözlərin hamısını çıxartdıq. Deyir ki, işçilər, başqa qolları işçilərin rifahından ön plana çıxardır. Xeyr, neyinədir? Çox böyük bir importance verdi, vacibiyyət verdi. Sonra gəlirəm. What was the benefit of the moving the factory to the new place? Yeni yerə köçürtməyin faydası nə oldu? Nə dedik? Dedik, orada transportation sistemləri çox yaxşı oldu, işçilərin yaşam şəraiti çox yaxşı oldu. Ensure təmin elədi, effective transportationla və yaxşı işçi şəraitinin qaldırması ilə. 8-də cavabım olur C variantı. Bax, dediyim kimi, bunlar bizim olur gözəl şəkildə mətnimizin tərcüməsini elədiyimiz üçün təcrid cavab tapırıq. Expansion sözünü bayaqlar nə dedim? Genişləndirmək. Yəni, size tapıram ki, size-dan genişləndirilmək nə olar? Size-dan genişləndirmək. Baxın, increase of something in size, number or importance. Vacibiyyətini, rəqəmini və yaxud da ölçüsünü böyütmək. Cavab olur Y variantı. İndi keçirəm burada 10-cu sualda çox adam birinci testi səhv edir. Ehtiyatlı olun birinci suallarımıza. Birinci sualda nə deyir? What facilities are offered for people? For people with the special needs. Baxın dostlar, bunu %91'i götürür, birinci cavabı götürür. Deyir, hansı facilityləri, bu, yəni ehtiyacı, xüsusi ehtiyacı olan insanlar, yəni bir növ əlilləri nəzərdə tuturuq. Bu insanlara təklif edilir. Hansı facilitylər? Biz bundan əvvəlki abzasda danışdıq ki, bəli, bu facilitylər var. Bax, clubhouse-lar, parklar, bowling yerləri, swimming poolları, amma bunu hamı üçün eləyir. Special people with a special needs isə burada danışdıq. Sadəcə dedik ki, onların da facilityləri var. Amma hansı facilitylər yoxdur. Hər dəfə qeyd etdiyim kimi, sual əvəzliklərinə diqqət yetirin. Yəni, facility var, amma hansı facilitylər var, yoxdur, ona görə biri götürmürük. İkidə deyirəm, what modern facilities, bayaq sayıdığım, deyir, evlər nə ilə equipment olur, yox, başqa sual. Dediyi, böyük hamamlarla, qəşəng bağçalarla variantımız var. How many residents does the Bourneville host? Neçə nəfər var? Yəni, bu dəqiqə yaşayan hal-hazırda neçə nəfər var? 1900-ə qədər bildik ki, nə qədər ev var falan var, amma hal-hazırda bilmirik. How much did the neçəyə idi? How much neçəyədir sualıdır. How much nə qədər idi?
Free idi, pulsuz idi. Bayaq dedim, 4'ü götürdük. Who is responsible for the operation of the category? Kimdir məsuliyyət daşıyan? Bu haqda məlumatımız yoxdur. Yəni cavabımız olur ikinci şey 2 və 4-cü. İndi keçirəm sualımıza, o biri mətnimizə. Mətnimizi yenə mən ekranı şəklini çəkməyinizi sizdən istəyərəm. Birinci, söhbət BBC-dən, radiodan danışır. Mən isə qısa şəkildə bunun tərcüməsini verim. BBC deyir ki, 1922-ci ildə, baxın birinci abzası oxuyuram, 1922-ci ildə yaradılmışdı. 4 il sonra Britaniya Yayım bu kampaniyasında, bu şirkətində bu adı yaradılmışdı və o vaxtdan sonra bu ad qorunub saxlanıldı. Maintain adı qorub saxlandı ever since. O vaxtdan sonra. Bir dənə də qrammatika izah edeyim bunu görmüşkən, dostlar, yadda saxlayın. Əgər cümləmizdə ever since varsa, burada bitmiş zaman olacaq. Fürsət bu fürsət dedim, dənə yadda ehtiyatlı olun. Since, ever since that time, tutaq ki, bax belə bir şeylər görsəniz, indiki bitmiş olacaq. İkinci abzasa keçirəm. Deyirəm ki, BBC dünyada ilk radyo kanalı değildi. It was not. İlk radyo kanalı değildi. 1920-ci ildən bəri burada bir neçə yayımlar olmuşdu. İctimai radyo yayımları olmuşdu. 1922-ci ilə qədər də Sovetdə olmuşdu. Yəni 20-ci ilə qədər burada, 22-ci ilə qədər Sovetdə olmuşdu. Sovet İttifaqında həm də ABŞ-da radyo stansiyaları fəaliyyət göstərirdi. Sovet İttifaqında radyo dövlətə məxsus idi. Radyo, baxın, Sovetdə. Radyo dövlətə məxsus idi və çox necə deyim, ciddi şəkildə nəzarət olunurdu. ABŞ-da isə, USA-da isə burada azad sahibkarları idi. For the free enterprise, yəni azad bir sahibkarları idi. Onlar böyük və yeni bir macəra idi onlar üçün. Yəni burada Britaniya hökuməti isə ictimai xidmət yayımı ideyası ilə bu iki yol arasında böyük bir töhfə verir. Deməli, Sovetlə müqayisəsini də gördük. İndi keçirəm o bir abzaslarımıza. Deyir ki, the BBC was not only the public service radio, okay, independent operator from the very beginning. Deyir ki, BBC başlanğıçdan etibarən yəni təkcə bir radyo stansiyası değildi. Eyni zamanda müstəqil bir qurum idi həmçin burada. Və əksinə illər ərzində BBC hökuməti onlara qarşı, BBC-də deyir ki, ministerlərə qarşı çox böyük bir problem yaratdı, amma sonradan deyir ki, onlara qarşı da çox böyük bir etirazları yaradırdı həmin bu ministerlər dövlətin. Nəysə bunu bildik artıq ki, 1900 qısa şəkildə buranı deyirəm ki, 1937-ci ildə Wimbledonda bu tennis turniri ilk dəfə burada yarandı. 1938-də futbol üzrə ilk dəfə burada qeyd olundu. Yəni məlumatlar burada verildi və BBC televiziyası 8 iyunda 1946-cı ildə paradda. Yəni burada nədən danışır? Müharibə vaxtı danışılmadı, amma sonra isə məlumat verildi. Müharibə bitdi və BBC ekranı davam etməyə başladı. Yəni o vaxtdan bəri müharibə yayınlanandan, müharibə bitdikdən bəri televiziya kanallarında çoxlu yerlərdə çoxlu məlumatlar verildi, radio stansiyalarında görüldü. İndi gəlirəm burada mətnimizi true false-un izahına. Baxıram mən burada nəyə? Deyir ki, all of the public radio broadcasts in Britain began after BBC had been founded. After yox, burada cavabımız before'dur. Yəni sonra olmadı ki, əvvəlində də var idi. Ona görə variantım false-dur. Soviet Union'un əksinə USA free enterprise idi. Bəli, free idi USA. Dedik ki, Sovetdə ciddi rejim idi. Sonra deyirəm BBC yeni Britaniyadan ancaq ekskluziv olaraq Britaniyadan aldıq. Xeyr, dünyanın hər yerindən alırdı. Orada onu qeyd etdik. Cavabımız B variantı oldu. Deyir 46-cı il 8 iyuna qədər BBC broadcastı eləmirdi. Bəli, düzgün idi. Yəni orada artıq return elədi də yenidən qayıtdı müharibədən sonraya. Ona görə variantımız burada true oldu. Bura gəlirəm. Deyir ki, BBC burada self-confident olandan bəri nələr oldu? Özünü self eləyəndən sonra operated independently with the expansion of the temporary governmental control during the war. Deyir ki, müharibə ərzində
hökumət tərəfindən, yəni xüsusi qeyd olundu və ondan sonra isə independent oldu. Yəni independent idi, amma müharibədə dövlət nəzarət eləyirdi. Bayaq dediyimiz kimi 12-də olur D variantı. 13-də gəlirəm. Burada deyir ki, hansı cümlə ilə başlasın? Dostlar, gəlin mən B variantını oxuyum, sonra mütləq cümləyə qayıdım. There was lack of the news on the radio during early days BBC. BBC-nin erkən günlərində lack of the news var idi. Bəli, lack of the news var idi. Sonra deyirəm ki, burada müzik var idi, drama var idi, uşaq proqramları var idi. Lakin xəbərlərə fokuslanım. Xəbərlər 7-yə qədər göstərmirdilər. Çünki qəzetlərlə müqayisə eləmirdi, yarış aparmaq istəmirdilər. Yəni mənim burada fokusum xəbərlərədir. Ona görə mən xəbərləri götürürəm. Çox tələbə yazır A variantı ki, hamı qulaq asırdı. Amma mən burada uşaqları, yəni mətnində nə deyir? Xəbərlər. Ax bu BBC xəbər kanalıdır. Deyir, xəbərlər 7-yə qədər olurdu. Yəni xəbərin niyə 7-dən sonra, daha doğrusu 7-dən sonra olduğunu fokuslandığı üçün mən deyirəm ki, lack of da başlanğıcda lack var idi, çatışmazlıq var idi. Dostlar, biased sözünün sinonimi soruşur və bu da unjust deməkdir, ədalətsiz deməkdir. Sözün özünü öyrənirik. Impartial bir tərəfdir. Tolerant, tolerantdır, dözümlü. Narrow-minded, dar düşüncə deməkdir. Objective, obyektivdir. Unjust isə ədalətsizlikdir. Gəlirəm açıq suallarıma. Birinci deyir ki, neçə dənə wearing images could London get the people broadcast? Neçə dənə şəkil əlavə eləndi? Biz bu sualın cavabını mətndə demədik. Which international awards has the BBC won the for? Hansı international mükafatları qazandı? Məlumatımız yoxdur. Sonra deyir ki, hansı ölkə öz çox ciddi yolla idarə eləyirdi? Haraydı? Sovet. Why did BBC change its name? 1926'da niyə dəyişdi? Bilmədik, elə bir şey danışmadıq. Why did the BBC delay the news broadcast? Niyə gecikdirirdi saat 7-yə qədər xəbərlərini? Dedik ki, çünki qəzetlərlə münaqişə yaşamaq istəmirdi, yarışmırdı. Bu da oldu mənim ikinci mətnim. Qrammatik hissəyə keçirəm. Daha doğrusu burası logicaldır. Əgər deyirsən çox pul qazansan, logical endingi deyir tamamla. Çox pul qazanırsansa, nə etməlisən? Hamıya deyir pul verməlisən. Kim nə istəyir? Sən deyir işləməyin başını buraxmalısan. Sevain də deyir ki, sən icazə verməməlisən ki, səni dəyişsin. Sən hər gün kef çəkməlisən, D variantı deyir. You should spend them foolishly, axmaq şəkildə useless thinglərə istifadə eləməlisən, getdi. Cavab C-dir. 17-ci sualdan ehtiyatlı olun. Deməli, Tom's elder brother used to go swimming, but his younger brother did. Mən baxıram, Tomun böyük qardaşları, ismim cəmdədir. İç çıxdı tək isim istəyir, iç çıxdı tək isim istəyir, neither çıxdı tək isim istəyir. Bozda olar. İkinciyə baxıram, his younger brothers, yenə cəm isim var. Neither çıxardıram tək isim istəyir, çünki neither of cəm isim istəyəcək. 17 ona görə oldu A variantı. 18-ə gəlirəm. Dostlar, ehtiyatlı olun buradan. How long başqadır, how long ago başqadır. Əgər sadəcə how long olsaydı, bitmiş zamanları götürəcəkdik. How long ago olduğuna görə bitmiş zamanları çıxartdım. Cavabım past simple'dan gedəcəm, ago'ya görə. İkinci tərəfə baxıram. Biri have lived'dir, biri have been lived'dir. Bu adi bitmiş zamanda yaşayıb. Bu isə passiv formasıdır, yaşadılıb. Deyirəm ki, nə qədər vaxt əvvəl sənin, yəni o vaxtdan bəri onunla yaşayıb, passivə düşmədi. Ona görə cavabım B oldu. 19-da. He often tells story, o tez-tez deyir, hekayələr danışır. Söhbət hekayə, nöqtənin əvvəli isim var. Dostlar, ehtiyatlı olun bu qaydadan. İsimdən sonra what gəlməz, isimdən sonra what gəlməz. Cansız isimdir, ya which ya that olar. Amma içində başqa bir qrammatika da var. İki qrammatika birləşib. Make-dən sonra to gəlməz. Make-dən sonra ing gəlməz. Cavabım ona görə sadəcə olur Y variantı. That people laugh at. 20-ci suala baxıram indi. Diyalogdur. Biri mənə zəng eləyib deyir ki, mən də indi başqa ölkədəyəm. Biri mənə zəng eləyib deyir ki, I'm looking forward to showing you around the city. Səbirsizliklə gözləyirəm ki, səni şəhərdə gəzdirim. Mən də deyirəm ki, indi görün hansı desəm düzgündür. Bu çox böyük bir şəhərdir. İnşallah burada hava çox soyuq deyil. Burada, yəni
Mən belə deməyim nə dərəcə düzgündür. Havadan danışmadıq, bir şey danışmadıq, şəhərin böyüklüyündən danışmadıq. Hə, burada çox soyuq deyil hava. Qışda burada hava çox soyuq deyil. Sanki qarşı tərəf məndən soruşsun ki, qışda hava necə olur? Mən də onun da bu sual cavabını verərəm. Burada deyirəm ki, that's certainly very nice of you. Çox incəsən, çox təşəkkür edirəm deməkdir. Deyirəm ki, avtobus ödənişləri qiymətləri qalxıb. Niyə bunu deyim? Sonra deyirəm ki, inşallah çoxlu yerlər var idi bu yerdə. Bu şəhərdə görməyə çox yerlər var. Dörd uğuldu. I'm not sure if that kind would be suit anybody. Mən deyir, əmin deyiləm ki, bu kiməsə uyğun olar. Çıxdı. Yəni dialoqun bax burada dialoq olduğunu göstərir. Ona görə cavabım olur 2, 4. Bu da olur mənim 2025-in izahı. Ümidvaram hər kəs düzgün başa düşdü.